Ağlınız və vaxtınız xeyir, Aynesin efirinin Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 4-cü oyunundayıq. Əziz abituriyentlər, əgər siz də Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin prodüseri Nazimlə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz Aynes TV-yə. Aynesin özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanırsınız. Onu da nəzərinizə çatdırım ki, tədris ilinin sonunda qalib gələn iştirakçımızı sürpriz hədiyyəmiz gözləyir. Odur ki, qeydiyyatdan keçin, iştirak eləyin. Bəlkə də qalibimiz siz oldunuz. Bugün də 9 iştirakçım var və bu 9 iştirakçım bir-biri ilə ağıl, savad, bilik yarışına çıxacaqlar və sonunda bir nəfər qalib olacaq. İştirakçılarımızla ayrı-ayrılıqda tanış olaq. Adil Nehmətli, Bakı şəhəri Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi. 3-cü ixtisas qrupu üzrə prezident yanında Dövlət İdarəçilik Akademiyasına hazırlaşır. Adil hüquqşünas olmaq istəyir, boş vaxtlarında yaradıcılıqla məşğul olur. Yazdıqlarını internet saytlarına və qəzetlərə təqdim edir. Bədii əsərlər və şeirlər oxumaqdan ötürü necə deyərlər, sino gedir. Bəyim Əzizli, Bakı şəhəri Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi. 4-cü ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetini hazırlaşır. Bəyim çox istəyir ki, Türkiyədə gen mühəndisliyi üzrə təhsil alsın. İntellektual yarış təcrübəsi böyükdür. Boş vaxtlarında musiqiyə qulaq asır və bədii ədəbiyyat oxuyur. Fantastik filmlərə baxmaqdan doymayan Bəyim Ağıl Dəryasına çox iddialı gəlib. Sərdar Sərdarlı, Beyləqan rayonu Qəhrəmanlı kənd tam orta məktəbi. 3-cü ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetini hazırlaşır. Boş vaxt tapan kimi Sərdar xarici filmlərə baxır. Futbolla da arası əladır. Chelsea azarkeşidir. Ədəbiyyatla az maraqlanan Sərdarın ən sevdiyi film Yetimdir. İlham Muradxanov, Qəbələ rayonu Xırxatala kənd orta məktəbi. 2-ci ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsini hazırlaşır. İlham boş vaxtlarında idmanla məşğul olur və musiqi dinləyir. Kickboks və boksla məşğul olur. Bədii kitab oxumaqla arası yoxdur. Ən çox sevdiyi Azərbaycan filmi Axırıncı Aşırımdır. Mirdamət Nəzərli, İsmayıllı rayonu Cülyan kənd orta məktəbi. 3-cü ixtisas qrupu üzrə Azərbaycan Respublikası Polis Akademiyasına hazırlaşır. Boş vaxtlarında futbola baxan Mirdamət tarixi faktlarla da maraqlanır. Ən çox sevdiyi siyasətçi Heydər Əliyevdir. Fransada olmaq ən böyük arzusudur. Ən çox sevdiyi Azərbaycan filmi O olmasın, bu olsundur. Aydan Musayeva, İsmayıllı rayonu Cülyan kənd orta məktəbi. 2-ci ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetini hazırlaşır. İntellektual verilişlərə də baxan Aydan roman oxumağı çox sevir. Türkiyədə yaşamaq arzuluyur. Bütün Azərbaycan filmlərini bəyənir və sevə-sevə baxır. Hüseyn Abbasov, Bakı şəhəri 100 saylı orta məktəb. 1-ci qrupa Azərbaycan Diplomatik Akademiyasının Kompüter Elmləri Fakültəsini hazırlaşır. Hüseyn boş vaxtlarında xarici ölkələr haqqında maraqlı məlumatlar toplayır. Ən çox sevdiyi ölkə Almaniya, Azərbaycan filmi isə Şərikli çörəkdir. Talih Ağayev, İsmayıllı rayonu Cülyan kənd orta məktəbi. 3-cü ixtisas qrupu üzrə prezident yanında Dövlət İdarəçilik Akademiyasını hazırlaşır. Boş vaxtlarında Osmanlı İmperiyasının tarixi ilə maraqlanır. Ən çox sevdiyi siyasətçi Sultan Süleyman Qanunidir. Meksikada olmaq istəyən Talihin sevdiyi film Fəth 1453 filmidir. Elvin Hüseynzadə, Bakı şəhəri 74 saylı orta məktəb. 2-ci ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Regionşünaslıq Fakültəsini hazırlaşır. Elvin boş vaxtlarında rəqslə və futbolla maraqlanır. Ən çox sevdiyi rəqs Həsəni rəqsidir. Real Madrid azarkeşi olan Elvinin ən böyük arzusu universitetə daxil olmaqdır. Ən çox sevdiyi siyasətçi Rəcəb Tayyip Ərdoğandır. Oyunumuza birinci turla başlayacağıq. Birinci turun qaydaları belədir. Birinci turda 10 sual səsləndirəcəm və səsləndirdiyim sualların 4 cavab variantı olacaq. Düzgün cavabı seçməyiniz üçün sizə müəyyən vaxt verəcəyik. Vaxt bitdikdən sonra qonq səsi eşidəcəksiniz və qonq səsindən sonra düzgün bildiyiniz cavabı seçib göstərə bilərsiniz. Mən növbəti sualı səsləndirməyənə qədər cavab variantını söndürmürsünüz. Birinci turun 3-cü və 6-cı sualından sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlıdır. 10-cu sualımız ənənəvi milli mahnı və musiqilərlə bağlıdır. Diqqətli olun. Birinci turun birinci sualı belədir. Cismə təsir edən qüvvə ilə onun yer dəyişməsi arasındakı bucağın hansı qiymətində qüvvənin işi sıfıra bərabərdir? 90 dərəcə, 180 dərəcə, 60 dərəcə, yoxsa 0 dərəcə? Buyurun, vaxt getdi. Birinci
İkinci sualımıza çox sevindirici haldır ki, 9 iştirakçımızın 9'u da düz cavab verib. Təbrik edirəm sizi. Bu alqışlar sizin üçündür. Və sualın düzgün cavab variantı A 90 dərəcə olacaqdır. İkinci sualımız belədir. Azərbaycan ədəbiyyatında Cənub mövzusuna həsr olunmuş ilk hekayələr silsiləsinin müəllifi kimdir? İsmail Şıxlı, İlyas Əfəndiyev, Mirzə İbrahimov, yoxsa Rəsul Rıza? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun ikinci sualına 7 nəfər düz, 2 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C. Mirzə İbrahimov olacaqdır. Və Mirzə İbrahimovun həmin hekayələr silsiləsinin adı Cənub hekayələri adlanırdı. Təəssüf ki, 2 iştirakçımız bu sualımıza düz cavab verə bilmədi. Üçüncü suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, üçüncü sualdan sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. İnsanda işıq şüaları gözün hansı strukturu tərəfindən fokuslaşdırılır? Billur, ağlı qişa, güzehli qişa, yoxsa bəbək? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun üçüncü sualına 4 nəfər səhv, 5 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı A. Billur olacaqdır. Birinci turun üçüncü sualından sonra ilkin nəticələriniz belədir. Adil, Bəyim, Aydan, Talih. Sizin hərənizin 3 xalı var və ardıcıllığı bu cür davam etdirirsiniz. İlham, Mirdaməd, Hüseyin, Elvin. Sizin isə hərənizin 2 xalı var. Sərdar, 1 xalla sonuncusan. Dördüncü sualımızsa belədir. Birinci Rusiya-İran müharibəsində Üç Müəzzin monastırı yaxınlığında ilk döyüş neçənci ildə baş verib? 1828-ci ildə, 1804-cü ildə, 1812-ci ildə, yoxsa 1813-cü ildə? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun dördüncü sualına 4 nəfər düz, 5 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı B 1804-cü ildə olacaqdır. Birinci turun 5-ci sualı belədir. Qobustan Abşeron, Cənub-Şərqi Şirvan, Samur Dəvəçi ovalığının cənub-şərqində yayılmış torpaq tipi hansıdır? Boz torpaqlar, sarı torpaqlar, boz çəmən torpaqları, yoxsa boz qonur torpaqları? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci turun 5-ci sualına 5 nəfər düz, 4 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı D. Boz qonur torpaqlar olacaqdır. 6-cı suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 6-cı sualdan sonra birinci turdakı ikinci nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. Kalium xloratın bir molekulunda neçə ədəd oksigen atomu var? 4, 3, 2, yoxsa 1? Buyurun, vaxt getdi. Vaxt bitdi. 6-cı sualımıza heç biriniz düz cavab verə bilmədiniz. Bu məyus edici haldır. Və sualımızın düzgün cavab variantı A4 olacaqdır. Birinci turun ikinci nəticələri belədir. Talih 5 xalla birincisən, Aydan, Bəyim, Adil. Sizin hərənizin 4 xalı var. Mirdaməd, Hüseyin, Sərdar. 3 xalınız var və sıralamanı bu cür davam etdirirsiniz. İlham və Elvin. Sizin hərənizin 2 xalı var. 8-9-cu yerləri bölüşdürürsünüz. 7-ci sualımız belədir. Azərbaycan dili morfoloji quruluşuna görə hansı dillər qrupuna aiddir? Kök dillər, flektiv dillər, iltisaqi dillər, yoxsa heç birinə? Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımıza 7 nəfər düz, 2 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C. İltisaqi dillər olacaqdır. 8-ci sualımız belədir. Nəfəsim tutub cahanı uca səsli zəngə bənzər, qələmimsə bayraq olsun, o da Fatih-i Cahandır. Nizami Gəncəvinin bu misraları qəsidənin hansı növünə aiddir? Məthiyə, fəxriyyə, nət, yoxsa minacat? Buyurun, vaxt getdi.
sualımıza 6 nəfər düz, 3 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı B. Fəxriyyə olacaqdı. 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlı olan sualdır. İndi görək kim ingilis dilini bilir, kim bilmir. Sualımız belədir. If nöqtələr, the money he would buy a fast car. He was, he had, she had, yoxsa he have. Buyurun, vaxt getdim. Vaxt bitdi. 9-cu sualımıza, ənənəvi ingilis dili ilə bağlı olan suala 3 nəfər düz, 6 nəfər səhv cavab verdi. Və sualımızın düzgün cavab variantı B. He had olacaqdı. 10-cu sualımız da ənənəvi sualdır. Burada milli mahnı və musiqilərə verdiyiniz dəyəri yoxlayacağıq. Sualımıza 4 nəfər düz, 5 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı A. Telman Hacıyev olacaqdı. Dinlədiyiniz mahnının sözləri dəyərli şairimiz, həmişə yaşar söz ustamız Cabir Novruza aid idi. Və siz bu mahnını çox dəyərli sənətkarımız Elmira Rəhimovanın ifasında dinlədiniz. Və hər birinizə tədris ilinin sonunda tələbə olmağı arzuluyuram, amma təbii ki, oxusaz tələbə olacaqsınız. Yox, oxumasaz elə-belə mahnıları dinləyə-dinləyə gün keçirəcəksiniz. Birinci turun nəticələri isə belədir. Bəyim 8 xalla birincisən və ikinci turdasan, təbrik eləyirik səni. Talih 7 xalla ikincisən, sən də ikinci turdasan, səni də təbrik eləyirik. Aydan Mirdaməd, sizin isə hərənizin 6 xalı var. Üçüncü, dördüncü yeri bölüşdürürsünüz və siz də ikinci turdasınız, sizi də təbrik eləyirəm. Adil, Hüseyin, Elvin, sizin hərənizin 5 xalı var. Əlavə sual turuna qaldınız. Üçünüzdən yalnız 2 nəfər ikinci tura keçə biləcək. İlham və Sərdar. Hərənizin 4 xalı var. 8-9-cu yeri bölüşdürürsünüz. Adil, Hüseyin, Elvin. Əlavə sual turundasınız. Sizdən 2 nəfər ikinci tura keçəcək. Diqqətli olun, sualımız belədir. Amerika Birləşmiş Ştatları prezidentlərindən hansı kino aktyoru olub? John Kennedy, Ronald Reagan, Bill Clinton, yoxsa George Bush? Buyurun, vaxt getdim. Vaxt bitdi. Artıq ikinci tura keçən ilk iştirakçımızın adı mənə bəllidir. Hüseyin və Elvin. Təəssüf ki, bu siz deyilsiniz. Adil, səni təbrik eləyirəm. Əlavə sualımıza düz cavab verərək ikinci tura keçən ilk iştirakçımız oldun. Və sualımızın düzgün cavab variantı B. Ronald Reagan olacaqdı. Hüseyin və Elvin mübarizə daha da gərginləşdi. İkinizdən biri ikinci tura keçəcək. Diqqətli olun, sualımız belədir. Hansı heyvanı dağ aslanı adlandırırlar? Keçi, pişik, puma, yoxsa vaşaq? Buyurun, vaxt getdim. Vaxt bitdi. Artıq ikinci tura keçən ikinci iştirakçımızın adı da bəllidir. Elvin, çox təəssüf ki, bu sən deyilsən. Hüseyin, səni təbrik eləyirəm. Sualımıza düz cavab verdin və artıq ikinci turdasan. Sualımızın düzgün cavab variantı C. Puma olacaqdır. Ağıl Dəryasının ən gərgin iştirakçılarımız üçün ən dəhşətli və qorxulu turu olan ikinci tura başlayırıq. İndi görək, bu turda hansı iştirakçımız daha ağıllı olacaq? İkinci tura keçməniz münasibəti ilə sizi təbrik eləyirəm. İkinci turun qaydaları belədir. İkinci turda hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində sizə bilit suallar təqdim eləyəcəm. Kim daha çox suala düz cavab verərsə, üçüncü tura keçmə şansı da o qədər çox olacaq. Çalışın ki, sualları axıra qədər dinləyin və gərginləşməyin. Tam soyuqqanlı formada suallara düz cavab verib üçüncü tura keçmə şansınızı artırasınız. Beləliklə, ikinci tura bəyim, sənlə başlayacaq, əhvalı necədir? Yaxşı. Nəçə olmaq istəyirsən? Gen mühəndisi olmaq istəyirəm. Bu gen mühəndisi nədir? Biraz izahat ver, tamaşaçılar da başa düşsün. Mikrobiologiya və genetika fakültə olaraq belə gedir. Yəni, necə deyim, tutaq ki, tüp bəbək mərkəzlərində işləmək ya da ki, hər hansı bir genetik araşdırmalar aparmaq, sırf hüceyrə üzərində araşdırmalar aparmaq. İnsanların genetik araşdırmasını aparmağı heç düşünmüsənmi? Əlbəttə də insanlar üstündə işləmək istəyirəm. Qorxmursanmı ki, bax, nəsə təcrübə aparasan və xoşu olmayan cavablar çıxar? Çünki indi insanlar dəyişir, fərqli olurlar. Əlbəttə, mutasiyalar hər bir dövrdə var, indiki dövrdə daha çoxdur. Yəni, bu riski nəzərə alıb, bu riskə girib bu peşəni seçirim.
Bu peşə ilə məşğul olan insanlar tanıyırsanmı Azərbaycanlılar? Azərbaycanda bu fakültə yoxdur. Ona görə də təhsilimi Türkiyədə ya da başqa xarici dövlətlərdə davam etdirmək istəyirəm. Deməli, bəlkə bir Təhsil Nazirliyinə səslənəsən ki, bu ixtisas üzrə Azərbaycanda da insanlar yetişdirsinlər, oxutsunlar. Bax, sənin kimi gənclər də Türkiyəyə və xarici ölkələrə üst tutmasınlar. Əlbəttə istəyərəm fakültə açılsın, amma fakültə açılsa da iş yerləri də olmalıdır ki, insanlar ən azı tələbat olsun bu işə. İndi bu ixtisas üzrə peşəkar olandan sonra harada çalışa bilərsən ki sən? Qeyd elədim də, tüp bəbək mərkəzlərində işləmək istəyərdim. Yəni Azərbaycanda elə iş yerləri varmı? Bəli, əlbəttə var. Tanıyırsanmı o cür sahələrdə işləyən adamları? Azərbaycanlıları tanımıram, işləyən, amma təhsil alan o ixtisas üzrə tanıyıram. Yox, təhsil almaqla iş bitmir axı, bəs sonra harada işləyəcəksən? Olmadı, deyirsən ki, Azərbaycanda tanımıram o sahə üzrə işləyən. Onu belə başa düşürəm ki, Türkiyəyə getsən, orada oxuyub, orada da qalacaqsan. Görək də, bilmək olmaz. Hazırsansa başlayaq. Əlbəttə, hazır. Bəyim, bir dəqiqə vaxtın getdi. Həm dəniz, həm də şirin su hövzələrində canlıların yetişdirilməsi və artırılması necə adlanır? Meliorasiya. Akvakultur. Əruz şəhəri ölçüsünü ilk dəfə sistemləşdirərək elm şəklinə kim salıb? Pas. Xəlil İbn Əhməd. Əgər bəzi şibiyələr şüşə və ya qayalıq üzərində bitərsə, rütubəti necə qəbul edər? Yarpağı ilə, yoxsa bədən səthi ilə? Düzdür. Bir cismin digərinə təsirini xarakterizə edən fiziki kəmiyyət hansıdır? Qüvvə. Düzdür. İngilis dilindən tərcümədə narıncı sözü necə səslənir? Düzdür. 1767-ci ildə Fətəli xan Əfşar Bakı xanlığını Quba xanlığına hansı yolla birləşdirib? Nigah diplomatiyası vasitəsilə. Yer səthinin nisbətən hamar və ya dalğalı səthə malik hissələri necə adlanır? Düzdür. Bunlardan hansı güman və şübhə bildirən modal sözlərə aiddir? Görünür, yoxsa həqiqətən? Görünür. Düzdür. Buğumayaqlılar heyvanların hansı tipinə yaxındır? Xordallı. Həlqəvi qurtlara. Ədəbiyyatımızda Bəxtsiz Cavan faciəsinin müəllifi kimdir? Mir Cəlal. Əbdülrəhim bəy Haqverdiyev. Bu şəhərlərdən hansı ərazilər daha böyükdür? Moskva, yoxsa Kiyev? Moskva. Düzdür. Bəyim, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə 6-sına düz cavab verdin. İndi birazdan biləcəyik görək, 3-cü tura keçə bilirsən, yoxsa yox. Növbəti iştirakçımız Talih, sənin əhvalı necədir? Çox sağ olun, yaxşıyam, bəs siz? Biz də yaxşıyıq, düz cavablarının sayı çox olsa daha da yaxşı olacaq. Nəçə olmaq istəyirsən? Beynəlxalq münasibətlərdə çalışmaq istəyirəm. Çalışmaq istəyirsən? Hansı ölkədə təmsil eləmək istəyirsən? Daha çox Amerika Birləşmiş Ştatlarında. Hansı universitetdə təhsil almaq istəyirsən? Təbii ki, Bakı Dövlət Universiteti. Sınağa gedirdin? Xeyr, gedəməmişdim. Nəyə görə təbii ki? Yəni, digər universitetlərdə beynəlxalq münasibətlərə aid fakültələr, ixtisaslar yoxdurmu? Sadəcə Bakı Dövlət Universiteti təxminən bir əsrdən çoxdur müddət fəaliyyət göstərir. Ona görə onun bir qədər təcrübəsi daha çoxdur. Kəmiyyət keyfiyyəti göstərmir axı? Yəni ki, uzun illər onun keyfiyyətli təhsil verdiyini göstərirmi? Xeyr, o cəhətdən də düz deyirsiniz, amma fikrim sadəcə Bakı Dövlət Universitetidir. Adətən səni kimi düşünən gənclər xaricdə təhsil almaq istəyirlər. Sən nə əcəb bu fikrə düşmədin? Çünki xaricdə təhsil alıb orada qalıb işləyincə gəlib öz ölkəmə xeyir versəm daha yaxşı olar. Məktəbinizdə nəyin düzəlməyini istəyərdin? Nə çatmır məktəbinizdə? Məktəbimizdə hər şey normal, super vəziyyətdədir. Yəni bütün lazım tədbirlər görülüb artıq. İsmaillinin Julian Kent orta məktəbi Amerika sisteminə uyğundur. Eləmi? Bəli. Hazırsansa başlayaq. Talih, bir dəqiqə vaxtın getdi. Fransanın dövlət himni necə adlanır? Pas. Marselyoza. Qaraciyər sorucusu inkişafının hansı mərhələsində insanda xəstəlik törədir? Quyruqlu sürfə, yoxsa yetkin fərd mərhələsində? Düzdür. Avropa mənbələrində Əmir Teymur necə adlandırılır? Tamerlan. Aerometrlə nəyi ölçürlər? Hava müqamətin. Mayenin sıxlığının. Feilin şəxsə və kəmiyyətə görə dəyişən formalarına nə deyilir? Qrammatik mənim növləri. Feilin təsriflənən formaları. Cavanlara kitab şeiri hansı ədəbi xadimimizin ilk çap əsəridir? Səməd Vurğunun ingilis dilinə tərcümə etdikdə çətir sözü necə səslənir? Düzdür. Qranit və bazalt qatın sərhəddi necə adlanır? Pas. Konrad sərhəddi. Bu şəhərlərdən hansı paytaxt deyil? Hong Kong yoxsa Dəkkə? Hong Kong. Düzdür. Maddələri bir-birindən fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə nə deyilir? Fiziki xassələr. Maddələrin xassəsi. 1066-cı ildə Normandiya hersoqu Wilhelm Gastings döyüşündən sonra hansı şəhəri tutdu? Londonu, düzdür. Talih, bir dəqiqə ərzində 11 sual səsləndirdim, sənsə 4-ünə düz cavab verdin. İndi birazdan biləcəyik görək, bu 4 düz cavab səni 3-cü tura aparacaq, yoxsa yox. Növbəti iştirakçımız Aydan, sən əhvalı necədir? Yaxşıyam, sağ ol. Neçə olmaq istəyirsən? Mən iqtisadçı. Harada işləmək istəyirsən? Hər hansı bir bankda, idarədə. Bankda neçə olaraq çalışmaq istəyirsən?
Kredit vermək istəyirsən millətə? İndi gələcəyin iqtisadçısı olacaqsan. Yəni bu pul işləri sənə xasdır. Ona görə sual verirəm ki, bax neftin qiyməti düşür, günü-gündən düşməkdədir. Buna münasibətin necədir? Məncə elə bir təsir olmazdı iqtisadiyyata Azərbaycan. Bizim iqtisadiyyatımıza təsiri olmaz. Güclü təsir olmaz bəlkə. Necə deyərlər, Allah ağzından eşitsin. Hazırsansa başlayaq. Aydan, bir dəqiqə vaxtın getdi. Ağac sümürgəninin yarpaqları şəklini dəyişərək nəyə çevrilir? Sormazlar. Qırmızımtıl pulcuqlara. Latın Amerikasında Avropalılarla zəncilərin nikahından törəyən nəsil necə adlanır? Metis. Metis. Mulatlar. Nəzm formasında yazılmış hekayəyə nə deyilir? Pas. Mənzum hekayə. Fransada 18 Brumaire dövlət çevrilişi neçənci ildə baş verib? Pas. 1799-cu ildə. Hidravlik presin iş prinsipi hansı qanuna əsaslanır? Pas. Pascal qanununa. Bu heyvanlardan hansının ürəyinin sağ mədəciyindən venos, sol mədəciyindən arterial qan olur? Timsahın Timsah. yoxsa göl qurbağasının? Timsah. Timsah. Düzdür. İsmin yerində işlənən kim və nə suallarına cavab verən əvəzliklər necə adlanır? Şəxs əvəzliyi. Düzdür. Hansı xalq yazıçımızın ilk əsəri Şamı adlanır? Süleyman Rəhimov. Düzdür. Tunç dövründə əmək alətlərinin təkmilləşdirilməsi və əmək məhsullarının artması nəticəsində qəbilə icması hansı icma ilə əvəz olundu? Tayfa. Qonşu icması ilə. Reklamlara ayrılırıq. Reklamlar bitdikdən sonra Ağıl Dəryasındakı gərgin mübarizəmiz davam eləyəcək. Aydan, bir dəqiqə ərzində 9 sual səsləndirdim, sənsə 3-ünə düz cavab verdin. İndi səndən başqa 3 cavab verməyən iştirakçımız var. İndi onların nəticəsinə nəzərən biləcəyik ki, kim 3-cü tura keçir, kim keçmir. Növbəti iştirakçımız Mirdamət, sənsən əhvalın necədir? Yaxşı. Necə olmaq istəyirsən? Polis akademiyasına daxil olmaq istəyirəm. Polis olmaq istəyirsən. Əla. İndiki polislərdən razısanmı? Razıyam ben. Polis cəmiyyətə nə üçün lazımdır? Bəzi ədalətsizliklər olanda cinayətkarı yaxalamaqdan ötürü polis... Ancaq cinayətkar tutmalıdır polis. Mənim fikrimcə bəli. Bəs bizi kim qorusun? Polis ancaq cinayətkar tutacaqsa, bəs vətəndaşları kim qoruyacaq? Birinci insan özündən asılıdır, sonra polislə... Bəs polislərin zor tətbiq etməsi, güc göstərməsi, buna münasibəti necədir? Qarşıyam, çünki heç bir halda heç bir insana zor tətbiq olunmamalıdır. Qanun göstərilən hüquq çərçivəsində insanların qorunmasını və hadisələrin qiymətləndirilməsinin tərəfdarıdır. Sən polis olsan, hansı sahə üzrə çalışacaqsan? Yəni, yol polisi mi olacaqsan, yoxsa çevik polis alayında mı çalışacaqsan? Necə? Çevik polis alayında çalışacaqsan. İndi görək, polis olandan sonra güc tətbiq eləyəcəksən, yoxsa gülərüz olacaqsan? Hazırsansa başlayaq. Mirdamət, bir dəqiqə vaxtın getdi. İnkar əvəzliklərinin çoxu hansı sözün köməyi ilə yaranır? Deyil. Heç. İlk dövlətlər harada yaranır? Urmiya görünür. Misirdə və Ön Asiyada. Fil sözü ingilis dilinə necə tərcümə olunur? Elefant. Düzdür. İnsanın mədə və bağırsaqlarına rezin boru yeridilməsi metodu necə adlanır? Zondlama. Bu yarımadalardan hansı sakit okeanda yerləşir? Kamçatka yoxsa Apenin? Kamçatka. Düzdür. Elektrodinamikanın sükunətdə olan elektrik yüklü cisimlərin xassələrini öyrənən bölməsi necə adlanır? Elektrodinamika. Elektrostatika. Şərq və Azərbaycan ədəbiyyatşünaslığında lirik şeirlərə başqa cür nə deyirlər? Rübabi şeirlər. Kimyada bu hansı elementdir? Pas. Platin. Bizans imperiyası dövründə hansı şəhər Qızıl Körpü adlanırdı? Düzdür. Hansı şairin ilk şeiri bugün adlanır? Səmərluğun. Rəsul Rıza. Hansı cihazın köməyi ilə bucaq sürətini təyin etmək olar? Manometrin yoxsa saniyə ölçənin? Manometr. Saniyə ölçənin. Əsasən müvəqqəti axar suların yaratdığı quru dərələr necə adlanır? Qurun dərələr. Qobul. Mirdamət, bir dəqiqə ərzində 12 sual səsləndirdim, sənsə 3-ünə düz cavab verdin. Biraz aşağı nəticədir, çalış ki, nəticəni yüksəldəsən. Növbəti iştirakçımız Adil, sənsən əhvalın necədir? Yaxşıdır, sağ olun. Necə olmaq istəyirsən? Hüquqşünas, yəni hüquq sahəsində çalışıram. Hansı universitetdə oxumaq istəyirsən? Azərbaycanda oxusam Prezident Yanında İdarəçilik Akademiyası. İstəyirsən Avropada oxuyasan? Daha çox Türkiyədə Türkiyədə oxumaq istəyirsən. Nəyə görə Türkiyədə oxumaq istəyirsən? Daha yaxşı, keyfiyyətli təhsil almaq üçün. Azərbaycanda keyfiyyətli təhsil vermirlər. Prezident Yanında İdarəçilik Akademiyası yəni digərlərindən nisbətən yüksək səviyyədə, amma digər universitetləri bəyənmirsən, xoşlamırsan. Təhsil sistemimizdən o qədər də razı deyilsən, belə başa düşdüm. Nə çatmır?
Nələr lazımdır? Ümumi ruh çatmır əslində bizim orta məktəblərdə, hazırki orta məktəblərdə. Yəni uşaqları motivasiya edəcək heç bir xüsusiyyət yoxdur. Məktəbdəki o psixoloq otaqları fəaliyyət göstərmir yəqin ki. Əgər o psixoloq otaqları da varsa, müəllimlərin qeybət yerinə çevrilmiş otaqlardır. Mən təhsil aldığım dönəmdə də görürdüm ki, psixoloq otaqlarında ancaq xanım müəllimlər o otaqda çoxlu söhbət eləyirdilər, bəzənirdilər, öz gündəlik həyatları haqqında diskussiyalar aparırdılar. Çox təəssüf ki, belədir. Çox düzgün nüansa toxundun. Ümid eləyirik ki, gələcəkdə məktəblərdəki psixoloji vəziyyət, şagirdlərlə çalışan psixoloqlar tam öz vəzifələrini ədalətli, vicdanlı formada həyata keçirdəcəklər. Hazırsansa başlayaq. Adil, bir dəqiqə vaxtın getdi. Şəhər aglomerasiyalarının və ya iri şəhərlərin birləşməsi nəticəsində yaranan nəhəng şəhər sistemi necə adlanır? Megalopolis. Ədədi qiymətcə vahid zamandakı radius vektorun dönmə bucağına bərabər olan kəmiyyət necə adlanır? Pas. Bucaq sürəti. Bunlardan hansının az olması fotosintez prosesinin həyata keçməsinə bilavasitə mane olmaz. Glukozanın yoxsa xlorofilin? Glukozanın. Düzdür. BUM-un xəqam 552-ci ildə hansı dövlət yaradıb? Birinci Göytürk dövləti. Düzdür. Ədəbiyyatımızda türkün dili şeirinin müəllifi kimdir? Bəxtiyar Vahabzadə. Məhəmməd Hüseyin Şəhriyar. İngilis dilindən tərcümədə frog nə deməkdir? Qurbağa. Düzdür. Materik buzlarından qopmuş iri düzən buz parçası necə adlanır? Iceberg. Düzdür. Maddi nöqtənin hərəkəti zamanı cızdığı xətt necə adlanır? Pas. Trayektoriya. Həyat hadisələrini gülməli tərzdə əks etdirən dramatik əsərə nə deyilir? Trajikomediya. Komediya. Adil, bir dəqiqə ərzində 9 sual səsləndirdim, sən isə 4-ünə düz cavab verdin. Bəlkə də həyəcanlı olmasaydın, daha çox suala düz cavab verə bilərdin. Sadəcə həyəcanlanırdın, gərginləşirdin. Bu da bilavasitə suallara düz cavab verməyinə mane olurdu. Çalış bu problemi özündən uzaqlaşdırasan. Növbəti iştirakçımız Hüseyin, sən əhvalı necədir? Yaxşıdır, siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Mən Adam Universitetinin kompüter elmləri fakültəsində. Kompüter mühəndisi olmaq istəyirsən. Harada çalışmaq istəyirsən gələcəkdə? Azərbaycanda. Bugün Azərbaycanda texnologiyanın inkişafı səni qane eləyirmi? Bəli, qane eləyir. Sizin məktəbdə psixoloq otağı varmı? Psixoloq otağı Yoxdur. yoxdur. Təəssüf ki, yoxdur. Amma əslində olmalıdır. Varsa da yəqin ki, məktəb rəhbərliyi onu başqa bir otaq kimi istifadə edir. Hazırsansa başlayaq. Hüseyin, bir dəqiqə vaxtın getdi. Fizikada nəyə Q hərfi ilə işarə edirlər? İstiliyin miqdarını. Aşıq Ələsgər kimin şəhərdə olub? Pas. Aşıq Alının. Coğrafi təbəqənin insanların fəaliyyəti ilə bağlı olan hissəsi necə adlanır? Coğrafi mühit. İngilis dilindən tərcümədə stepsan nə deməkdir? Böyük oğul. Ögey oğul. İnsanda ağciyər plevrası hansı toxumadan əmələ gəlib? Birləşdirici. 1921-ci ildən etibarən Almaniyada nasist partiyasına kim başçılıq etməyə başladı? Otto von Bismarck. Adolf Hitler. Xasiyyət sözü türk mənşəlidir, yoxsa alınma? Alınma. Düzdür. Seyid Əzim Şirvani Qaz və Durna əsərini hansı ədəbi formada yazıb? Ədəbi formada pas. Təmsil. Sönməmiş əhəng hansı maddənin texniki adıdır? Sönməmiş əhəng hansı maddənin texniki adıdır? Kalsium karbonat. Kalsium oksidin. 11-13-cü əsrlərdə Qərbi Avropada kilsə təliminə qarşı çıxanları mühakimə etmək üçün Roma papasının yaratdığı kilsə məhkəməsi necə adlanırdı? Pas. İnkvizisiya. Hüseyin, bir dəqiqə ərzində 10 sual səsləndirdim, sən isə birinə düz cavab verdin. Çalış, gələcəkdə nəticələrinin yaxşı olması üçün çox çalış. İkinci turun yekun nəticələri isə belədir. Bəyim 6 xalla birincisən və artıq 3-cü turdasan, səni təbrik eləyirəm. Talih və Adil, hərənizin 4 xalı var. Siz də 3-cü turdasınız. Adını çəkdiyim bu 3 iştirakçı Bəyim, Talih və Adil 3-cü tura keçdiniz. Aydan 3 xalla 4-cüsən, Mirdamət 3 xalla 5-cisən, Hüseyin 1 xalla sonuncusan. Hər birinizin böyük maraq və səbirsizliklə gözlədiyi 3-cü tura başlayırıq. Bu turda artıq qalibimizi təyin eləyəcəyik. Ekrana daha yaxın əyləşin.
Talih Adil bəyim, 3-cü turdasınız. 3-cü tura keçməniz münasibətilə sizi təbrik edirəm. Bu alqışlar da sizin üçündür. Ümid edirəm ki, 3-cü turda da yaxşı mübarizə aparacaqsınız və layiq olan da kazanacaq. 3-cü turun qaydaları belədir. 3-cü turda 4 kateqoriyamız var. Hər kateqoriyadan hər ərinizə bir sual səsləndirəcəm. Sizə səsləndirdiyim suala, yəni öz sualınıza düz cavab verdiyiniz halda hesabınıza 2 xal yazılacaq. Öz sualınıza pas deyə bilərsiniz, səhv cavab verə bilərsiniz. Buna görə hesabınızdan xal çıxılmayacaq. Əgər oyunçu yoldaşınız öz sualına düz cavab verməzsə və siz oyunçu yoldaşınızın sualına düz cavab verəcəyiniz təqdirdə hesabınıza 3 xal yazılacaq. Əgər hesabınızda xal varsa və oyunçu yoldaşınızın da sualına səhv cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. Ona görə diqqətli olun, çalışın ki, risk edib etməyəcəyinizi yaxşı-yaxşı fikirləşib sonra qərar verərsiniz. 3-cü turda informasiya bolluğunuzu, məntiqinizi və dünya görüşünüzü yoxlayacağıq. Beləliklə, 3-cü turun ilk kateqoriyası gözəllik 10-dur adlanır. Gözəllik 10-dur kateqoriyasının birinci sualı Talih sənə səslənir, sual belədir. O, pul əldə etmək üçün Fransada kilsə torpaqları üzərinə vergi qoydu. Roma papasına qarşı mübarizədə siklərdən kömək almaq üçün 1302-ci ildə ruhani, zadəgan və şəhər varlılarından ibarət baş ştatlar çağırdı. Bununla da Fransada silki monarxiya yarandı. Söhbət hansı Fransa kralından gedir? 4-cü Gözəl Filip. Tamamilə doğrudur, səni təbrik edirəm, hesabına 2 xal yazdırdım. Gözəllik 10-dur kateqoriyasının ikinci sualı Adil sənə səslənir, sual belədir. Yazıcı Bayram Bayramovun eyni adlı povesti əsasında ekranlaşdırılan bu filmin çəkilişi vaxtı texniki səhv ucbatından baş verən partlayış nəticəsində rejissor Ramiz Əskərovla birgə fotoqraf və 2 assistent dünyasını dəyişib. Sonradan Tofiq Tağızadə, Ağarıza Quliyev filmin çəkilişlərini davam etdiriblər. Hadisələrin mərkəzində isə Səidə adlı gənc qızın taleyi durur. Söhbət hansı Azərbaycan filmindən gedir? Mən ki, gözəl deyildim. Tamamilə doğrudur, səni təbrik edirəm. Düz cavab verdim. Mən ki, gözəl deyildim filmi 1968-ci ildə çəkilib. Əlavə məlumat kimi də bunu da qeyd etməliyəm. Adil, sən də hesabına 2 xal yazdırdım. Səidə, burada niyə oturmuşsan? Nə olub ay qız? Məktub gətirmişdim Rəhim babaya. Demə qara xəbərmiş, oxuya bilmədim. Hər məktub verəndə ürəyini bu qədər sıxsan, onda səndə can qalmaz ki. Bəs nə edim, gör nə qədər məktub var. Nə olsun, yəqin yaxşıları da var da. Hamısı pis deyil ki, bax. Səlimə xalaya söz vermişdim ki, hökmən onu sevindirim. İndi mən bu qara xəbər ona nə təhər verim? Onu bəri elə, mən verərəm. Dur, gedək sonra bursu məktubları payla. Dur. Hər şeydən ötürü qanını qaraltmadı. Neyniyək? Biri qara xəbər olanda, biri yaxşı olur. Gözəllik 10-dur kateqoriyasının son sualı Bəyim sənə səslənir, sual belədir. Qədim Yunanistan mifologiyasına görə o gözəllik, əyləncə və eşq ilahəsidir. Simvolları ququşu, sərçə və göyərçindir. Rəvayətə görə Zevs ilə Dionanın qızı olan bu Yunan tanrısının adı nədir? Afrodita. Tamamilə doğrudur, səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Söhbət Afroditadan gedirdi. Gözəllik 10-dur kateqoriyasından sonra nəticələriniz belədir. Talih Adil bəyim. Hərənizin də 2 xalı var. İkinci kateqoriyamız haqqıdır haqqa tapan millətimin istiqlal adlanır. Haqqıdır haqqa tapan millətimin istiqlal kateqoriyasının birinci sualı. Talih sənə səslənir, sual belədir. Səbail rayonu ərazisində yerləşən bu küçə 100 ildən çox tarixə malikdir. Milli Şuranın 1918-ci ildə mayın 28-də qəbul etdiyi bəyannamə ilə eyni adı daşıyır. Söhbət Bakının hansı küçəsindən gedir? İstiqlaliyyət küçəsi. Tamamilə doğrudur, hesabına 2 xal yazdırdım. Haqqıdır haqqa tapan millətimin istiqlal kateqoriyasının ikinci sualı Adil sənə səslənir, sual belədir. Bu silah Azərbaycan istehsalıdır. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin İstanbulda keçirilən 9-cu beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Əsas təyinatı düşmənin texniki və digər vasitələrinin orta və uzaq məsafələrdən vurmaq olan həmin silah hansıdır? İstiqlal. Daha dəqiq cavab. Yəni, kateqoriyamızın adına uyğun olaraq istiqlal deyə bilərsən. Amma daha dolğun cavab lazımdır. İstiqlal nə? Cavab variantın varmı? Xeyr. Buyur bəyim. İstiqlal snayperi. Tamamilə doğrudur. Söhbət İstiqlal snayper tüfəngindən gedirdi. Düz cavab verdim və hesabına 3 xal yazdırdım. Təbrik edirəm, bu alqışlar sənin üçündür. Haqqıdır haqqa tapan millətimin istiqlal kateqoriyasının son sualı da bəyim sənin üçün səslənəcək. Sualımız belədir ki, Türkiyənin dövlət himni necə adlanır? İstiqlal marşı.
Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Və onu da qeyd eləməliyəm ki, Türkiyənin dövlət himni, yəni İstiqlal marşının sözləri Mehmet Akif Ersoya, musiqisi isə Osman Zəki Üngörə aid idi. Haqqıdır haqqa tapan millətimin istiqlal kateqoriyasından sonra nəticələriniz belədir. Adil 2 xalım var, Talih 4 xalım var, Bəyim 7 xalla hələlik lidersən. 3-cü kateqoriyamız incə bir saflığı varsa da suda artıq içiləndə dərd verir, o da adlanır. 1-ci sualımız Talih sənin üçün səslənir, sual belədir. Çayda suyun səviyyəsi artarkən suyun örtdüyü sahəyə nə deyilir? Su basar. Tamamilə doğrudur. Hesabına 2 xal yazdırdım. İncə bir saflığı varsa da suda artıq içəndə dərd verir, o da kateqoriyasının 2-ci sualı. Adil sənə səslənir, sual belədir. Oğuz dövlətində Yabqudan sonra ən böyük səlahiyyət sahibi olan ordu başçısı necə adlanırdı? Subaşı. Tamamilə doğrudur. Təbrik edirəm sənə də. Hesabına 2 xal yazdırdım. İncə bir saflığı varsa da suda artıq içiləndə dərd verir, o da kateqoriyasının son sualı. Bəyim sənə səslənir, sual belədir. Xalq artisti Zeynəb Xanlarovanın ifasında məşhurlaşan bu mahnının musiqisi Oqtay Kazımiyə, sözləri isə Cabir Novruza məxsusdur. Söhbət hansı mahnıdan gedir? Pas. Buyur Talih. Pas. Buyur Adil. Pas. Söhbət Bulaq suyu, dağ havası mahnısından gedirdi. Çox təəssüf ki, heç biriniz tapa bilmədiniz. İncə bir saflığı varsa da suda artıq içiləndə dərd verir, o da kateqoriyasından sonra nəticələriniz belədir. Adil 4 xalım var, Talih 6 xalım var, Bəyim 7 xalla hələlik lidersən. Son kateqoriyamız gündə bir kərpiç düşür, ömrümün sarayından adlanır. Gündə bir kərpiç düşür, ömrümün sarayından kateqoriyasının 1-ci sualı. Talih sənə səslənir, sual belədir. Rusiya ilə Türkiyə arasında bağlanan bu sülh müqaviləsinə görə Türkiyə Andrusova sülhünün şərtlərini tanıdı və Kiyevlə birlikdə Sol Sahil Ukraynasının Rusiyanın tərkibinə keçdiyini qəbul elədi. Söhbət hansı sülh müqaviləsindən gedir? Baxçasaray sülhü. Tamamilə doğru, səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Baxçasaray sülh müqaviləsi isə 1681-ci ildə bağlanmışdır. Gündə bir kərpiç düşür, ömrümün sarayından kateqoriyasının 2-ci sualı. Adil sənə səslənir, sual belədir. Bu 2 mərtəbəli abidə 15-ci əsrə aiddir. Onun eyni ox üzrə yerləşən 2 tərəfli açıq girişləri var. Daxili planına əsasən kvadrat formalıdır. Bəzi mənbələrdə yazılır ki, Şirvanşah 1-ci Xəlilullah bu abidəni vaxtı ilə Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verib. Vaxtı ilə karvanların gecələdiyi həmin abidə hansıdır? Karvansaray kompleksidir. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Kateqoriyamızın son sualı Bəyim sənə səslənir, sual belədir. Rus şairi Aleksandr Sergeyeviç Puşkin bu poemanı Qafqaz əsri poemasından sonra yazıb. Tarixi bir rəvayət üzərində qurulsa da ideyaca müasirləşdirilib. Şair Polyak qızı Maria surətini də həmin rəvayətə əlavə edib. O, həyat eşqi ilə ölüm hissini və azadlıqla əsarətin son dərəcə cazibədar və düşündürücü bir ziddiyyətini yaradıb. Söhbət hansı poemadan gedir? Baxçasaray fontanı. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Oyunumuzun yekun nəticəsi belədir. Adil 6 xalla 3-cü sən, Talih 8 xalla 2-ci sən, Bəyim 9 xalla 7-ci mövsümün 4-cü oyununun qalibi sən. Səni, valideynlərini, müəllimlərini və dostlarını təbrik edirəm və bu alqışlar da sənin üçündür. Qalib oldun Talih və Adil. Siz də yaxşı mübarizə apardınız. Hətta Talih çox yaxın idi qalib gələn iştirakçımızın xalına. İnşallah növbəti dəfə siz də qalib olarsınız. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 4-cü oyununun sonuna gəldik, çatdıq. Əziz abituriyentlər, əgər siz Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıcı vasitəsilə layihəmizin prodüseri Nazimlə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz INS TV-yə. INS-in özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleshowsunda iştirak etmə hüququ qazanırsınız. Onu da nəzərinizə çatdırım ki, tədris ilinin sonunda qalibimizi sürpriz hədiyyəmiz gözləyir. Odur ki, qeydiyyatdan keçib iştirak edib qalib olmağa tələsin ki, bəlkə də qalibimiz siz oldunuz. Bu həftə isə məndən bu qədər harda olmağınızdan asılı olmayaraq ağlınızın iti olmağı diləyilə. Hələlik.